Deməli, bədənimizin dirəklərindən danışırıq. Dedik ki, xarici skelet, məsələn, xərçək kimilərdə olacaq xarici xitin skelet, sonra digər, məsələn, bağırsaq boşluqlarda olacaq xarici çanaq skelet, kalsium 2 plusdan təşkil olunmuş. Yarpaqlarda, bitkilərdə olacaq mexaniki toxumadan ibarət olan daxili və xarici hissəsindəki kutikula. İnsanda isə daxili skelet, yəni sümüklərdən təşkil olunubdur. İnsanın skeletini sümüklər təşkil edir. Sümüklərin əsas kütləsi sümük toxmasından ibarət olub, üzəri sümük hissi ilə örtülüdür. Sümük toxmasından biz danışanda deyəcəyik ki, sümük toxması ibarətdir sümük hüceyrələri və hüceyrə arası maddədən. Hüceyrə arası maddə. Arası maddədən. Burada bizə deyir ki, sümük hüceyrələri ümumi toxmanın 1/3-ni təşkil edir. Hüceyrə arası maddə isə 3/2-ni təşkil edir. O zaman mən bu fikirlə deyərəm ki, sümük hüceyrəsi x-dirsə, hüceyrə arası maddə 2x-dir. Yəni ondan 2 dəfə çoxdur və ümumilikdə sümük toxması 3x qədərdir. Məsələn, buna aid gəl misal işləyək. Misal işləyək nə deyək? Deyək ki, tutaq ki, sənə deyir ki, əgər sümük hüceyrələri 5 qramdırsa, o zaman sümük toxması nə qədərdir? Toxması nə qədərdir? Sən baxırsan ki, sümük hüceyrələri x qədər olanda hüceyrə arası maddə 2x qədər olur. X-in 5-dirsə əgər, onda sənin hüceyrə arası maddən 10-dur. Ümumilikdə sümük toxumanda bu ikisinin cəmi olduğu üçün 15 də sümük toxmasıdır. 15 qram. Və yaxud da sənə ümumilikdə sümük toxmasını verib, məsələn, sümük hüceyrəsini, hüceyrəsi maddəni istəyirsə, sən bilməlisən ki, avtomatik olaraq sümük toxması bərabərdir. Deməli, x qədər sümük hüceyrəsi, üstə gələk 2x qədər hüceyrə arası maddə. Bu düsturla hesablamalarını aparmalısan artıq. Bu belə. Və yaxud da verilən ədədi 3/1-ə böləsən, 3/1-i onun olacaq sümük hüceyrəsi, 3/2-si də olacaq hüceyrə arası maddə. Tutaq ki, sən deyir ki, 27 qram sümük toxmasıdırsa, hüceyrə arası maddəni tap. Hüceyrə arasını tap. Nətər taparsan, Rəna, de görək. Mənim deyirsən hansını tapım? 27 qram sümük toxmasıdır. Hüceyrə arasını tap. 27-ni vururuq. Necə? 3-2. 3-2-yə A soğu. 9 2 18. 18. Bəli. Onda sümük toxması nə qədər olur? O da 3/1-ə vururuq. Eləyir O 9. da 9. Əla, afərin. Bu şəkildə məsələləri həll edirsiniz. Dedik ki, sümük hüceyrələri sinir hüceyrələri ilə qismən oxşarlıq təşkil edir. Hər ikisinin çıxıntıları var. Bir-birinin çıxıntıları vasitəsilə əlaqə yaradır. Amma sümük hüceyrələrinin üzərində miyelin qirşə yoxdur və oyanma, nəql etmə kimi bir funksiyası yoxdur. Biz bilirik ki, sinir hüceyrələri oyanırdı və nəql edirdi. Burada isə oyanma, nəql etmə yoxdur. Sadəcə bir-birləri əlaqə saxlamaq üçün çıxıntılardan ibarətdir. Sonra sümüyün tərkibində həm üzvü, həm də qeyri-üzvü maddələr vardır. Üzvü maddələr sümüyə elastiklik, mineral maddələr isə sərtlik verir. Uşaqların sümüyündə üzvü maddələrin miqdarı çox, mineral maddələrin miqdarı isə az olur. Yaş artdıqca bu nisbət dəyişir. Əgər sümüyün içərisində qan yaranma orqanı qırmızı sümüyü, sarı sümüklərində içərisində həm pit toxuması, zəngin sarı sümüyü yerləşir. İndi gəl bunu izah eləyək görək nə deyir bu. Deməli, sümükdən danışanda dedik ki, sümüyün tərkibində həm üzvü maddə var, həm də qeyri-üzvü maddə var. Yadınızda qalsın, üzvü deyəndə ağlınıza yağ gəlsin, qeyri-üzvü deyəndə də ağlınıza duz gəlsin sanki. Duz. İndi uşaqlar, balaca uşaqlar, fikir vermişsinizsə, gimnastika, sanki gimnastikdir. Əyilirlər, bükülürlər, sanki elə bir ki, sürüşür bədənləri, yağlıdır bədəni. Onda onun bədənində üzvü maddə çox olacaq. Amma biz böyüdükcə heç oturanda qalxa bilmir bəzi adamlar. O dərəcədə bədəni artıq elastikliyini itirmiş olur. Yəni ki, bədənində üzvü maddələr azalmış olur, qeyri-üzvü maddələr artmış olur. Ona görə sən deyəcəksən ki, bədənimizdə qeyri-üzvü maddələrin miqdarı yaşdan asılı olaraq artır, qeyri-üzvü maddələr. Üzvü maddələr isə azalır. Üzvü maddənin qrafiki tərs, qeyri-üzvü maddənin qrafiki isə düz mütənasibətli olacaq yaşdan.
Qeyri-üzvü yaşdan. Məsələn, uşaqlarda üzvü daha çoxdur, qeyri-üzvü azdır. Böyüklərdə isə qeyri-üzvü çoxdur, üzvü azdır. Bu şəkildə bir-birindən asılıdır. Bir də onu deyək ki, məsələn, yaşlı bir insandır. Bunun sümüyünü şəkildə göstərir ki, sümüyü bükübdür. Elə bir ki, sümüyü bir-birinin içindən belə bir keçiribdir də, bağlayıb sümüyü bir-birinə. Bunu deyir, necə baş verə bilər? Ümumiyyətlə, sümüyü 10% H-klor məhluluna qoyduqda onun tərkibindəki qeyri-üzvü maddələr çıxır. 10% H-klor məhlulu ilə. Qeyri-üzvü maddələr çıxır və artıq qeyri-üzvü də çıxdığına görə yerdə qalır üzvü maddə və sümük yumşalır və sümüyü rahat bir şəkildə bükmək olur. Görün burada şəklini göstərmir bizə. Çünki kitabdan götürülüb onsuz da şəkil. Hə, göstərməyib əlbəttə ki, şaşardıq göstərsə. Hə də, yəni belə yadda saxlayın ki, sümüyü 10% H-klor məhluluna qoyduqda onun tərkibindəki qeyri-üzvü maddələr azalır, üzvü maddələr isə avtomatik qalır deyinə, yəni qeyri-üzvünü çıxarıb üzvünü saxladığımıza görə sümük elastikləşir və rezin kimi onu büküb, əyib qatdalaya bilərik, yəni sümük bu şəkildə olur. Amma normalda yaşlı insan sümüyünü o şəkildə etmək olmaz, yəni qırılar, qeyri-üzvü çoxdur deyə. Bu belə. Sonra gələk, uşaqlar dedik, yaş artdıqca dedik nisbət dəyişir. Sümüklər zəifləyir, qeyri-üzvlər artır. Sümüklərin içərisində deməli uşaqlar olur sarı sümük iliyi və qırmızı sümük iliyi. Qırmızı sümük iliyi bütün sümüklərdə var. Bütün sümüklərdə var. Və sümüyün bax bu süngəri hissəsində yerləşir. Bax bu süngəri hissəsində yerləşir. Sarı sümük iliyi isə yalnız uzun borulu sümüklərdə var və bu hissədə yerləşir. Bu hissədə. Qırmızı sümük iliyi qan yaranmada iştirak edir. Qan yaradıcıdır. Qan yaranmada iştirak edir. Və əsas işi qan yaratmaqdır. Sarı sümük iliyi isə qismən qan yaratmada, amma daha çox qidalanmada iştirak edir. Çünki sarıdır da, pidir. Ehtiyat qida maddəsi toplayır. Qidalandırıcıdır. Qidalandırıcıdır. Bu şəkildə pi toxuması ilə zəngin olan sarı sümük iliyi və qan yaradıcı olan qırmızı sümük iliyindən təşkil olunubdur sümüklər. Uzun borulu sümüklərdə məsələn hər iki sümük iliyi var. Amma yassı sümüklərdə bir sümük iliyi var. Çünki onun sadəcə bu süngəri hissəsi var. Boru hissəsi yoxdur axı orada sarı sümük iliyi olsun. Ya da tutaq ki, məsələn, qarışıq sümüklərdə. Fikir verin, bunun da yassı hissəsi var, qırmızı sümük iliyi. Amma borulu hissəsi yoxdur. Yenə uzun sarı sümük iliyi olmayacaq bu sümüyün. Bir də sümüyün üzərini sümük üstlüyü örtür və sümüyün baş hissələrində qığırdaq yerləşir. Baxın, sümüyün uzunluğuna böyüməsini onun bu baş hissəsində olan qığırdaqlar həyata keçirir. Bax, buradakılar. Amma sümüyün eninə böyüməsini sümük üstlüyü həyata keçirir. Bax, bu üstlüyü. Və bir çox suallarda belə bir şey qarşımıza çıxır. Deyir ki, insan 18 yaşa qədər sümük üstlüyü hüceyrələri inkişaf edir. 18 yaşdan sonra sümük üstlüyü hüceyrələri inkişafdan qalır. Bu cümlə səhvdir. Niyə? İnsan bədəni 18 yaşa qədər sümükləri böyüyür. Məsələn, qızlarda 18-dir. Sümükləri böyüyür. Sonra 18 yaşdan sonra artıq sümük hüceyrələri əmələ gəlsə belə, bu əmələ gəlmək sümüyün böyüməsinə qədər yetmir. Yəni belə deyək də, o qədər aktiv bir şəkildə ölür ki, hüceyrələr. Əmələ gələn hüceyrə sadəcə köhnəyin yerini tuta bilir. Yəni arta bilmir. Biri var ki, əvvəl əmələ gələn dursun qalsın burada, yeni əmələ gələn irəliyə doğru artış versin. Bir də var ki, sənin yaşın artıq keçibdi, bu köhnələr o qədər tez-tez ölür ki, bu yeni əmələ gələn çatdırıb heç bunu bərpa eləyə bilmir. Qaldı ki, hələ bir böyüyə. Ona görə də sümük üstlüyü ömür sonuna qədər yeni hüceyrələr əmələ gətirir, amma ömrün sonuna qədər böyüməni təmin eləmir. Bunu başa düşdünüz, uşaqlar? Bəli. Yəni bədənimizdə hüceyrələr daimi bir şəkildə əmələ gəlir. Bədənimizdə həmişə yeni hüceyrələr əmələ gəlir. Bunu yadda saxlayın. Sümüyün növlərinə gəldikdə, sümüyün quruluşca növləri uzun borulu sümüklər, yassı sümüklər, qısa sümüklər və qarışıq sümüklərdir. Uzun borulu sümüklər iki cür sümük iliyi var. Yəni həm sarı sümük, həm qırmızı sümük iliyi var və 12 ədəddir. Nədir bu 12 ədəd? Yuxarıda 3 dənə sağ qolda, 3 dənə sol qolda. Aşağıda 3 dənə sağ ayaqda, 3 dənə sol ayaqda. Bunlar hansılardır? Qolda olacaq bazu. Ondan aşağıda da sait hissədə də olacaq mil və dirsək. Mil
və dirsək. Dirsək. Sonra aşağı hissədə olacaq. Aşağı ətrafda olacaq. Ətraflarda yerləşir burada. Bud. Bud. Və baldır hissədə olan qamışla incik. Qamış, incik. Yadınızda qalsın. Bax, bunu xüsusi olaraq istəyirsiniz yazın. Sait deyə bir sümüyümüz yoxdur. Baldır deyə bir sümüyümüz yoxdur. Baldırla sait hissədir. Sait yuxarı ətrafın hissəsidir. Baldır aşağı ətrafın hissəsidir. Adı elə veriblər. Qamış incik deyə sümük var. Mir dirsək deyə sümük var. Yaxşı. Bunu da yazın bir qıra. Gedib də sait sümüyü seçməyin. Məni biabır eləməyin. Sonra gələk bu uzun boylu sümüklər. Sonra gələk yastı sümüklərə. Yastı sümüklərdən danışanda deyəcəyik ki, yastı sümüklərə aiddir kimlər? İnsanın deməli başdan başlayaq. Kəllə qapağı sümükləri, kəllə qapağı sümükləri, qapağı sümükləri. Sonra yastı sümükləri aşağıya doğru gələk. Qabırğalar, qabırğalar, kürək sümüyü, kürək sümüyü, çanaq, çanaq sümüyü. Sonra yadımıza salaq görək yastı nə var onda. Deməli, kürək, çanaq, qabırğa, döş, döş sümüyü. Bunlar aiddir yastı sümüklərə. Yastı sümüklərə bax, bunlar aiddir. Kəllə qapaq. Sayıları güvən materialında çox qəşəng bir şəkildə verilib. Sayılarını əzbər. Burada verilib. Heç mən buna baxmıram bayaqdan. Elə bunlara uyğun deyə bilərik əslində. Yastılar hansıdır. Sonra, oraya keçəndə deyəcəm bir də. Sonra gəldik qısa sümüklərə. Qısa sümüklərə aiddir ayaq və əllərimizdəki sümüklər. Amma ayaq və əllərimizdəki sümüklər, gəlin bax, burada izah edeyim mən. Bax, bir dəqiqə, nə oldu işləmədi? Kompüter donur elədi. Hə, bax, burada nədir? Üz, əl, yuxarı ətraf sərbəstsə, qurşaq isə pəncə. Əl-ayaq pəncəsi ayırmayıbdır bu. Pəncəni biz ayıraq onda. Baxın, ayaq pəncə. Yaxınlaşdıraq burada. Fikir verin, əl pəncə və ayaq pəncəsinin arasında əl pəncə sümükləri var. Falanqalar var. Əl darağı sümükləri var və daraq arxası sümükləri, yəni bilək sümükləri var. Yadınızda qalsın. Bizim biləyimizdə 8, ayağımızda bax bu düşür. Ayaq biləyimizdə 7 dənə sümük var. Ayaq biləyi sümüyü. Daraq arxası sümük. Sonra əl darağı, ayaq darağı hər bir ədəd, mən bir ədədindən danışıram, amma 2 ədəd deyəndə bunu 2-2 toplayasınız, yəni 2-yə vuracaqsınız. Biri üçün 5 dənədir, daraq. Və daraqdan da əlavə bir də falanqalar var. Bax, bu falanqalar balaca barmaqlarımızdır. Falanqada nə olacaq? Baş barmağımda büküşlər var da. Baş barmağımda 2 dənə, ondan sonra işarə barmağımda 3 dənə, 1, 2, 3, 4, 4-ü sonra 12, 13, 14 dənə. Falanqalarımız olacaq 14 dənə əldə. 14 dənə də bir dəqiqə gözləyin. Nə halıydı bu? Sonra yığışdıracağım da eləməyin. Dərs keçirin. Yoxam. Hə. Harada qalmışdıq? Hə. 14 dənə də aşağıda falan qalır. Bunlar qısa sümüklərdir. Sarı sümüklüyü yoxdur bunların. Və bu şəkildə yadda saxlayın. Belə. Aiddir bunlar qısa sümüklərə. Sonra gəldik qarışıq sümüklər. Hə, bax bu qarışıq sümüklər uşaqlara çox vaxt çatmır. Deyirlər müəllim, qarışıq deyəndə nəyi nəzərdə tutur? Qarışıq sümük o sümükdür ki, ay uşaqlar. O demək deyil ki, bunun bir tərəfi boruludur, bir tərəfi yasdır. Yəni o mənada qarışıq demir. Qarışıq odur ki, bu sümük kələ-kötür sümükdür. Çıxıntıları çoxdur bu sümüyün. Bax məsələn, üzümüzdəki sümüklər qarışıqdır. Üz sümüyü, üzdəki sümüklər. Sonra qarışıq sümüyə aiddir körpücük sümüyü. Körpücük. Sonra qarışıq sümüyə aiddir fəqərələr. Bax, bunlar aiddir qarışıq. Çünki o qədər kələ-kötürdür ki, yəni qarışıq olaraq adlandırılır. Və qırmızı sümükliyinə malikdir bu sümüklər və biri-birindən hər biri fərqlidir. Məməlilərin və skeletin əsasən oxşarlıq. Hər birində oxşar odur ki, skelet müxtəlif şöbələrdən ibarətdir məməlilərdir.
İnsanda dik yeriməklə əlaqədar olan inkişafları da biz dərs ilinin əvvəl, yəni bölmənin əvvəlində öyrənmişdik ki, ayaqda tağ şəkilli əyrilik olsun, onurğada esvari əyrilik olsun və s. Bunlar hamısı insanda dik yeriməklə əlaqədar idi. Lordozlar, kifozlar var idi insanda. Lordozlar önə əyrilikdir, kifozlar arxaya əyrilikdir. Bunları skeleti tam keçək gövdən deyəcəm onlar onsuz da. Bir də belə. Gələk indi insanın skeletinə bir-bir öyrənək. Bir-bir. Əvvəlcə insanın skeleti bölünür başın skeletinə. Başın skeleti kəllə qutusu və üz şöbəsindən ibarətdir. Kəllə qutusunda deməli sümüklər ümumilikdə 23 dənə sümükdür. 23-də 15-in çıxanında qalır. 8-i. 8 dənə onda kəllə qutusu sümükdür. Başın skeletində üz şöbədə isə 15 dənə sümük var. 15 ədəd sümük var. Bu 15 ədəd sümüyün hamısı qarışıqdır. Bu 8 ədəd sümüyün də hamısı yastıdır. 8 ədəd sümüyə nə aiddir? Bir alın, 2 təpə, 2 gicgah, 1 ənsə, 1 kəllə əsası sümüyü aiddir. Üz şöbəsində isə əlbəttə ki, üz şöbəsində almacıq var. Burun balıq qulaqları, dilaltı, xış, nə bilim, göz yuvası. Bu şəkildə üz şöbəsində 15 ədəd sümük var. Və qarışıq sümüklərə aiddir. Kəllə qutusunda nəyi bilməlisiniz? Sümük birləşmələrini demədim. Qoyun sümük birləşməsini deyim. Sümük birləşməsi də uşaqlar. Boğazım nə belə olur? Deməli, sümük birləşməsi necə birləşmə ola bilər? Hərəkətli ola bilər, yarım hərəkətli ola bilər və hərəkətsiz ola bilər. Hərəkətli sümük əllərimizdir, qollarımızdır. Dairəvi olaraq bunu hərəkət elətdirə bilirəm. Deməli, bu ətraflar hərəkətli olacaq. Bunu qismən yadda saxlayın. Onsuz da ayıracam aşağıda hansılar hərəkətlidir, hansılar hərəkətsiz. Sadəcə hərəkətli, yarım hərəkətli mənasını bilin deyə. Yarım hərəkətli deyəndə onurğamızı baxın. Onurğa ilə dairə çəkə bilirsən? Yox, yarım dairə çəkirsən də maksimum. Arxanı üçün görə bilmirsən. Deməli, onurğa olacaq onurğa. Yarım hərəkətli. Yarım hərəkətli. Hərəkətsiz sümük isə kəllə qapağı sümüyüdür. Bax, kəllə, məsələn, təpə sümüyümüz 2 dənə sümükdür, bir-birinə birləşibdir. Amma hərəkət eləmir. Hərəkət eləsəydi beynimiz lıq-lıq yeridikcə o yana bu yana əzilib büzlərdi beynimiz. Amma görürsünüz beynimiz tık-tık vururam, tərpənmir. Baş elə qapaq kimi oturub orada. Tikişlərlə bir-birinə birləşibdir. Bu da olacaq hərəkətsiz, kəllə deyək. Kəllə. İndi gələk bunu bir-bir aydınlaşdıraq. Başın skeletində kəllə qutusuna əmələ gətirən skeletlər biri-biri ilə tikişlə birləşib və hərəkətsizdir. Ancaq kəllə qutusunda ümumiyyətlə başın skeletində sümük birləşmələri 2 ədəddir. 2 ədəddir. Hərəkətsiz birləşmə və hərəkətli birləşmə. Hərəkətli. Görün testi yoxlaya biləcəyəm. Keçək yoxlayacağım. Deməli, hərəkətsiz birləşməyə aiddir kimlər? Kəllə qutusunda olan, məsələn, gicgahla təpə sümüyü. Bir təpə ilə o biri təpə sümüyü. Sonra alın sümüyü ilə təpə sümüyü. Yəni bu şəkildə bir-birinə tikişlərlə kəllə qutusu sümükləri hərəkətsiz olaraq birləşibdir. Hərəkətli birləşmə isə aiddir. Bax, kəllə qutusunda olan gicgah sümüyü, 2 dənə gicgah sümüyü. Üz şöbəsində olan alt çənə sümüyü ilə hərəkətli birləşmə əmələ gətirir. Əmələ gətirir. Sonra kəllə qutusunda olan ənsə sümüyü. Birinci boyun fəqərəsi ilə deməli, hərəkətli birləşmə yenə əmələ gətirir. Bax, fikir ver, bunlar əmələ gətirir. Özü hərəkətli deyil. Çünki ənsənin özü hərəkətli sümük deyil. Gicgahın özü hərəkətli sümük deyil. Əmələ gəlmədə iştirak edir. Başın skeletində, kəllənin skeletində yeganə hərəkətli sümük alt çənədir. O da üz şöbəsindədir. Alt çənə. Sənə deyir ki, başın skeletində hərəkətli birləşmə deyəsən avtomatik alt çənə. Başın skeletində hərəkətsizlər alt çənədən başqa hamısı. Sonra deyir, başın skeletində hərəkətli birləşmənin əmələ gəlməsində iştirak eləyənlər. Deyəsən 2 gicgah, 1 alt çənə, 1 ənsə. Hərəkətli birləşmənin əmələ gəlməsində iştirak edir başın skeletində.
Bu şəkildə. Yəni birləşmənin əmələ gəlməsində iştirak eləməklə özü hərəkətli olmaq ayrı bir şeydir. Sən təsəvvür elə ki, nətər izah eləyək? Yəni bu ayrı-ayrı cümlələrdir. İndi deyirəm Azərbaycanca bu sizə çatır. Başa düşməsəniz misallarla da izah eləmək olar, təbii ki. Birləşmə əmələ gətirən nə deməkdir? Özü hərəkətli olmaq nə deməkdir? Bu belə. Bu belə qarışıq sümüklərdir dedik 3 şöbəsində. Dilaltı sümük, çənaltı sümük, bütün başqa heç nə qalmadı. Gələk indi gövdənin skeletinə. Gövdənin skeletindən danışanda gövdənin skeleti 2 yerə bölünür. Onurğa sütunu və döş qəfəsi. Döş qəfəsi. Yadınızda qalsın. Döş qəfəsi də gövdənin skeletinə aiddir. Onurğa sütunu da gövdənin skeletinə aiddir. Toplamda burada 56-57 sümük olmalıdır. Belə baxaq da 34 dənə buradadır. 33 34 dənə buradadır. Bu qabırğalar 24 dənə qabırğanı buradan götürürük. Bir dənə də döş sümüyünü buradan gəlirsən 25. Toplayanda nə edir? 50 hədə 58 59 sümük. 58-59 dənə sümükdən ibarətdir gövdənin skeleti. Gövdənin skeletində onurğa sütunu var və bir də döş qəfəsi dedik ki var. Yadınızda qalsın. Gövdə skeletində həm onurğa sütununa, həm döş qəfəsinə aid olan sümüklər deməli nə oldu? Hə. Ekran görünür. Belə. Həm onurğa sütununa, həm də döş qəfəsinə aid olan sümüklər döş fəqərələridir. Döş fəqərələridir. İndi gələk bunları bir-bir aydınlaşdıraq. Bugün burada göstərib miyim? Şəkil üzərində izah edək. Kompüterin donmağı olmuyor da, olmuyor. Belə. İndi gələk burada. Skelet üzərindən baxıram. Baxıram ki, bax, bunu uşaqlar səhv niyə bilir, bilmirəm. Gəlin elə əvvəlcədən deyim ki, bax, bu bizim kürəyimizdir, kürək. Yəni, xaric hissə, çöldür. Burada bizim qarın hissəmizdir, daxil hissədir, qarın. Əlimizi kürəyimizə vuranda belə dımır-dımır şeylər görünür, bir əlimizə dəyirik. Bax, o əslində bu sümüklərdir. Bu da onurğamızdır. Onurğamızda deməli çoxlu fəqərələr var. Yadınızda qalsın. Bu fəqərələr biri-birindən hər biri fərqlidir. Yəni cüt deyil bunlar. Boyun fəqərəsi biri o birikindən fərqlidir. Döş fəqərəsi biri o birikindən fərqlidir. Fəqərələr belə doğru getdikcə fəqərə cisimləri iriləşməyə başlayır. Bu da belimizdəki dayanıqlığı artırır. Ümumiyyətlə onurğa sütunu bölünür 5 şöbəyə. Boyun 7 fəqərə, döş 12 fəqərə, bel 5 fəqərə, boyun, döş, bel ayrı-ayrı hesab çəkməsində döşü biraz gərək böyük çəkəydim. Boyun, döş, bel, oma 5-6 fəqərə, daha doğrusu 5 fəqərə, büzdüm 4-5 fəqərə. 4-5 fəqərə. Bu şəkildə fəqərələr toplanmış olur. Boyundakı bu 7 fəqərənin birincisi gedir ənsə sümüyü ilə hərəkətli birləşməni əmələ gətirir. Sənin başın başlayır hərəkət eləməyə, ətraflara doğru. Çoxlu hərəkətli birləşməni əmələ gətirdi. Həmin bu boyun fəqərəsi bir də özündən sonra ikinci boyun fəqərəsi ilə yenə hərəkətli birləşmə əmələ gətirir, amma öz aralarında. Tam hərəkəti saymıyor. Öz aralarında hərəkətli birləşmə əmələ gətirir. Çünki bu ikinci gedi sadəcə yuxarı ilə əmələ gətirir. Aşağı ilə hərəkətli birləşmə əmələ gətirmir. Sonra bir də yadınızda qalsın. Hərəkətli birləşmənin əmələ gəlməsi üçün oynaq çuxuru lazımdır. Yaxşı, oynaq başlığı və oynaq çuxuru lazımdır. Bu şəkildə ki, hərəkət əmələ gəlsin. Burada baxın görünür. Başlıqdır bura. Burada da çuxur var. O çuxurda hərəkət edir. Bu belə. Sonra gəldik döşə. Döşdə dedik ki 12 dənə döş fəqərəsi var. 12 döş fəqərəsi də biri-birindən fərqlənir və yadınızda qalsın. 12 döş fəqərənin hər biri bir ədədi 4 sümüklə birləşmə əmələ gətirir. 4 sümüklə birləşmə əmələ gətirir. Və deməli həmin bu
onurğanın döş şöbəsindəki fəqərələr qabırğalarla birləşmə əmələ gətirir ki, bu qabırğalarla da olan birləşməsi yarım hərəkətlidir. Yarım hərəkətlidir. İndi bunu necə biləcəksiniz? Tutaq ki, bu bir dənə fəqərədir. Bu fəqərə yuxarıdan özündən əvvəlki fəqərə ilə birləşir. Özündən əvvəlki fəqərə ilə birləşir. Aşağıdan özündən sonraki fəqərə ilə birləşir. Özündən sonraki fəqərə ilə birləşir. Və bir də yanlardan 2 dənə də qabırğa ilə birləşir. Gördünüz? Bir fəqərə 4 dənə sümüklə birləşmə əmələ gətirdi və 4-ü də yarım hərəkətlidir. Sonra gəldik. Bu beldə də 5 fəqərə var. Yarım hərəkətlidir. Olmada da 5 fəqərə var. Burada birləşir. Olma sümüyünə əmələ gətirir. Mən burada bölmələri səhv çəkmişəm də, bir də təzədən çəkmədim, amma yadınızda belə saxlayın da. 5 dənə deməli 5 dənə sümükdür. Onlardan ikisi birləşir, olma sümüyünə əmələ gətirir. Sonra büzdümdə də 4-5 dənə fəqərədir və büzdüm fəqərələrdə birləşərək quyruğun elə bir ki, rudimentidir də, qalıq olaraq qalıbdır. Bu şəkildə. Sonra bir də yadda saxlayın ki, nə yadda saxlayın? Bu onurğa sütununda 4 dənə əyrilik var. Bu 4 əyrilik, bunları silək, yazaq 4 əyrilik. Bu 4 əyriliyin ikisi lordoz, ikisi kifozdur. Önə əyriliklər lordoz, bax belə, lordoz. Arxaya əyriliklər kifoz. Yenə fikir ver, önə əyrilibdir lordoz, arxaya əyrilibdir kifoz. Lordoz, kifoz, lordoz, kifoz. 2 lordoz var bədənimizdə, 2 dənə də kifoz var onurğa sütununda. Bu şəkildə. Lordozlar əmələ gətirir boyunla bel, kifozlar əmələ gətirir döşlə oma. İndi bir dənə bir şey deyim sizə. Uşaqlar qozbellik adında bir xəstəlik vardı. Bir dəfə imtahana düşmüşdü. Deməli, qozbellik kifozdur əslində. Kifozdur. Yəni nə olsun ki, bel deyir. Belin əyriliyi deyil, döşün əyriliyidir. Adı da kifozdur. Belin bu hissəsi qalxır da yuxarı. Patoloji kifoz. Sonra bu oldu onurğa sütunu. Gələk döş qəfəsinə. Gövdə skeletinin döş qəfəsi bölməsinə. Döş qəfəsi ibarətdir insanda 37 sümükdən. 37 sümükdən. Bu 37 sümükdən 24 ədədi qabırğa, biri döş sümüyü, 12 ədədi isə döş fəqərəsidir. Toplamı 37 dənə sümükdür. Deməli, döş qəfəsində ilk 7 cüt qabırğa, bax buradan neçə oldu? 3, 6, 7 dənəsi. Gəlir, birbaşa olaraq döş sümüyünə birləşir. İlk 7 dənə, yəni 14'ü. Birbaşa döş sümüyünə birləşir. Ondan sonraki 3 dənə isə gəlir. Bax bu 7-ciyə birləşir bu şəkildə. Qığırdaq vasitəsilə gedir təzədən o da döş sümüyünə birləşir. Yəni deyəcəksən ki 3 dənəsi gəlib 7-ci qabırğaya birləşir. Qığırdaqla sonra döş sümüyünə birləşir. Bu da olacaq 3'ü. Axırda qalan bu 4 qabırğa isə üzən qabırğalar, yəni sərbəst qabırğalardır. Heç nə ilə birləşmir. Bu Aygün Kazımova qabırğası da deyirlər buna. Çünki onu çıxardırlar. Bəzi məşhurlar onun belləri incə olsun deyə o qabırğaları kəsdirirlər. Çünki olsa heç nə ilə birləşmir. Düşünürlər ki, heç nəyə də faydası yoxdur da kəssək getsin. Tadı qəşəng görkəlir. Üzən qabırğalardır. Bax 1, 2, 3, 4 dənə qabırğada sərbəst qabırğalar, üzən qabırğalar da deyirlər. Fəqərələrdə dediyimiz kimi 4 dənə sümüklə birləşməməyə gətirir, arxasında da yerləşir. Bundan başqa döş sümüyü 3 hissədən ibarətdir. Əsası və döş sümüyünün bu qılınca oxşayan hissəsinin adı yadımdan çıxıbdır. Bir də o hissə. Adı heç düşmür, amma belə baş hissəsi düşür. Döş hissənin başçığıdır. Döş sümüyü yastı sümüklərə aiddir. Bir ədəddir. Və bu da oldu döş qəfəsi. Döş qəfəsinə aid olan sümüklər. Dedik qabırğalarda belə. Qabırğalarda yastı sümüklərə aiddir. Yadınızda qalsın. Döş sümüyü ilə qabırğa, bax bu ikisi hərəkətsiz birləşmə əmələ gətirir. Hərəkətsiz. Amma qabırğa gedib arxadan onurğa ilə yarım hərəkətli birləşmə əmələ gətirir. Qabırğa əslində biz nəfəs alanda qabırğa arxa tərəfdən açılıb bağlanır. Sonra gələk ətrafların skeletinə. Ətrafların skeleti yuxarı ətraf var, aşağı ətraf var. Yuxarı ətrafın qurşağı var, sərbəsti var. Aşağı ətrafında qurşağı var, sərbəsti var.
Yuxarı ətrafın qurşaq hissəsinə aid olacaq. Bir cüt kürək, bir cüt körpücük sümüyü. Bax, burada izah etməli nə olacaq? Kim, nə ilə, nə vaxt, harda birləşir? Bədənimizdə yuxarı ətrafdakı bu kürək sümüyü imtahanımızda ən çox verilən və maraqlı suallardan biridir ki, kimlə necə birləşir? Kürək sümüyü cəmi 2 dənə sümüklə birləşir. Təsəvvür edin ki, lapatka kimi belimizin arxasında bax beləcə yerləşib. Lapatka sümüyü də deyirlər ona. Və tutaq ki, bax bu bir dənə kürəkdir. Belə bir kürəkdir. Kürək sümüyünə gəlir, körpücük də birləşir buradan. Oynağı ilə. Aşağıdan isə bazu birləşir. Sən təsəvvür elə ki, kürək sümüyü heç nəyə birləşmir. Belimizdə beləcə sərbəst şəkildə bu ikisinə birləşib bir dayaq kimi qalıb orada. Arxadan heç nəyə birləşmir. Bir dənə qabaqdan bunlarla birləşir. Və bunlarla birləşir. Amma bunlar kürək sümüyünün içərisində bir-biri ilə birləşmir. Ona görə sən deyəcəksən ki, kürək sümüyü 2 sümüklə birləşir. Körpücük və bazu. Körpücük sümüyü də yenə 2 sümüklə birləşir. Kürək və döş. Çünki körpücük gəlib aşağıda bazu ilə birləşmir. Bazu sümüyü isə 3 sümüklə birləşir. Həm kürək, həm mil, həm də dirsək. 3 sümüklə birləşir. Bu şəkildə çox maraqlı birləşmələr əmələ gətirir bu deməli yuxarı ətraflar. Yuxarı ətraflarda da dedik ki, kürək körpücük bu şəkildə birləşəcək. 2 kürək var, 2 körpücük. Ondan sərbəst hissədə isə bazu hissə var. Bazu da dedik ki, 7 kürəklə birləşdi. Aşağıdan da mil və dirsək ilə 2 sümüklə birləşir. Yəni bazu özü təklikdə bir bazu 3 sümüklə birləşir. Bir kürək 2 sümüklə birləşir. Bir körpücük də 2 sümüklə birləşir. Kürəyin daxilində körpücüklə bazu biri-biri ilə qəti bir şəkildə əlaqə saxlamırlar. Ayrı-ayrı yuvalarda yerləşirlər, oynaqlarda yerləşirlər. Ona görə bu şəkildə götürürük. Belə. Sonra gələk aşağı ətraflar. Aşağı ətrafın sərbəst hissəsi var, qurşağı var. Sərbəst hissədən sərbəst hissə santiqo qurşağı deyək. Qurşaqda deməli 2 dənə çanaq var. 2 çanaq sümüyü. Bax elə ki bu bir çanaqdır. Bu da bir çanaqdır. Bu çanaq qurşağıdır ümumilikdə. Bu çanaq qurşağıdır ümumilikdə. Bir çanaq sümüyü, bax bu bir çanaq sümüyü 3 sümüklə birləşməmələ gətirir. Arxadan olma sümüyü. Olma. Aşağıdan bud sümüyü və qarşıdan digər çanaq. Qarşıdan digər çanaqla. 3 sümüklə. Bir çanaq qurşağı, bax 3 dənə sümük, 3 ədəd, 3 növ sümüklə birləşməməyə gətirir. Çünki növdür də, bir olma, bir digər çanaq, bir də bud. Amma çanaq qurşağı isə, bu sümükdən söhbət gedirdi bayaq. İndi çanaq qurşağından danışaq. Çanaq qurşağı isə 3 ədəd 2 növ sümüklə birləşməməyə gətirir. Necə? Arxadan olma, aşağıdan da 2 dənə bud. Qurşaq deyəndə 2 sümüyü birlikdə götürəsən, çanaq sümüyü deyəndə tək çanaq sümüyünü götürəsən. Çünki çanaq 2 dənə sümükdür və yastı sümükdür. Bu şəkildə. Başa düşdünüz bunu? Başa düşürsünüz? Qızlar deyəsən qulaq asmır. Deyir olsa müəllim qayda atacaq da. Diqqətlə qulaq asın ki, sualınız olsa deyin. Kayıtda düzdür, baxacaqsınız, yazacaqsınız, amma suallarınızı indidən deyin. Ki, çətin olmasın. Bu hissə biraz, daha xərəkət aparatı biraz qarışıqdır. Bu belə. Sərbəst hissəyə gəldikdə isə, əlbəttə ki, sərbəst hissəyə aiddir bud. Bud da 2 sümük, 3 sümüklə birləşir. Yuxarıdan çanaq, aşağıdan da bir dənə deməli qamış sümüyü ilə birləşir. 2 sümüklə daha doğrusu birləşir bud. Qamış sümüyü ilə birləşir. Hə, bazı 3 sümüyüdür. Çünki bu gəlib 2 dənə oynaqda birləşir. Amma burada bir tək birləşibdir. Bu belə. Pəncə sümüklərində olsa dedik. Pəncə, əl pəncəsi və ayaq pəncəsi, daraq və daraq arxası hissələr. Hələ ki bunu oxuyun, bu hissələri. Görün, başa düşürsünüzmü? Öyrənin. Sonra əzələlərdən danışarıq və bir də sizə əlavə qeydlər yazmışam daha doğrusu. Onları atacağım sizə. Onları da oxuyun dayaq hərəkət aparatına aid. Onları da izah edəcəm. Belə. Bu dərsimiz. Bir də kaydı durduraq.